Azərbaycan Universitetinin təşkilatçılığı ilə Konstitusiya və suverenliyinə həsr olunan sosial iş və sosial tədqiqat beynəlxalq konfransı həyata keçirilir. İlk belə tədbir 2023-cü ildə baş tutub və qəbul edilən qərarların icrası təmin edilib. Fərqli mövzuda keçirilən konfransa dünyada maraq da böyükdür. Beynəlxalq konfransın təşkil edilməsində universitetin əsas məqsədi təkcə kadr hazırlığı deyil, həm də sosial sahədə müxtəlif problem və məsələləri elmi cəhətdən araşdırmaqdır. Daha ətraflı növbəti video materialda. Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində 2-ci Sosial İş və Sosial Tədqiqat Beynəlxalq Konfransı işə başlayıb. Konstitusiya və suverenliyinə həsr olunan Sosial Tədqiqatlar Mərkəzi Türkiyənin Fırat Universiteti və Rəcəb Tayyib Ərdoğan adlı universitetin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirə olunmasıdır. Azərbaycan Universitetində platforma təklif olunur, elmi platforma təqdim olunur ki, 100-dən artıq məruzələr oxunacaqdır və bu 100-dən artıq məruzələr 25-dən artıq ölkənin nümayəndələrindən ibarətdir. Müxtəlif bölmələrdə aparılan müxtəlif müzakirələr sosial sahədə Azərbaycan elminin inkişafına müəyyən qədər öz töhfəsini verəcəkdir. Sosial iş və sosial tədqiqat 2-ci beynəlxalq konfransı işini sabah yekunlaşdıracaq. Bazar günü isə tədbirin xarici iştirakçılarının paytaxtın tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.